Değerli tələbələr, şagirdlər, izləyicilər, hamınızı salamlayıram. Bugün qədim Misir dilində yeni bir hərf öyrənəcəyik. İndi bu hərfi yazırıq. Bu hərf belə yazılır. Bu hərf belə yazılır. Bu ikinci səsdir. Bu səs Nil çayında bitən qamışı göstərir. Burada bir qamış var. Bu i deyə səs kimi oxunur. Özəllik hərfi, xarakter hərfi isə budur. Belə yazılır. Bu isə xarakter. Mən indi sizə gələcəkdə xarakter hərfinin nə olduğunu da deyəcəm. Odur ki, izləyin və yəni paylaşın.